Görkəmli dilçi alim, filologiya üzrə elmlər doktoru, professor, tanınmış şairə Mahirə Nağı qızının ədəbi bədii yaradıcılığına həsr olunmuş Ana sevgisindən doğan nəğmələr adlı görüşdə hər birinizi xoş gördük. Al kimi səsinə qurban olun ayağına, o mələk üzünə heyran olun ayağına. Al kimi səsinə qurban olun ayağına, o mələk üzünə heyran olun ayağına. Anadan qiymətli, anadan əziz, bir varlıq yoxdur ki qoca dünyada saxlayıb ürəyində adın əziz. Xatırlaram səni hər zaman ana, saxlayıb ürəyində adın əziz. Görkəmli alim, şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, prezident təqaüdçüsü, əməkdar müəllim, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova 4 noyabr 1960-cı ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olub. Xalxal kənd orta məktəbini oxuyub. 1978-ci ildə Bakı şəhərində orta təhsilini başa vurub. 1984-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. Təyinat üzrə 10 il Bakı şəhəri Mehdiyabad qəsəbə orta məktəbində müəllim işləyib. Şəxsiyyət mənsub olduğu hər kəsin sifəti və siması olmaqla, həm də zirvəyə qalxması ideyasının göstəricisidir. Sizin yaradıcılığınızın hər birində milli ideya əks olunur. Onlar da toplandıqda möhtəşəm insan, vətəndaş yetişdirilməsinə qüdrətli təsir göstərir. Haqqa çağırış, bayatılar, ruhun beşiksə, tanı, vətəndi kitablarınızda toplanan şeirləriniz göstərir ki, siz sələfləriniz Xurşud Banu Natəvan, Məsədi Gəncəvi, Mirvarid Dilbazi, Nigar Rəfibə ilə ənənələrinin layiqli davamçısınız. Qılıncında Babəkin, Nizaminin şeirində, yaşadın susmayacaq vətən nəğmələrində. Qarşında baş əyən var, dünyanın hər yerində. Oğlum var, qızım var bayrağım, dalğalan. Hopub, bağrını hopub şəhid qanları. Sənə bürünüb gəlib min yurd qurbanları. Dədə əmanətsən, qızları, oğlanları. Bu vətənin sənin üçün, yar, bayrağım, dalğalan. Azərbaycan əskəri, qanım halaldır dedi. Ucada dayanmağın bir cəhcəlaldır dedi. Gücünün qarşısında düşmən olan əyildi. O bilir ki, olacaqlar. Al bayrağım, dalğalan. Bugün böyük qürur hissi deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır. Bir adım arxaya candan sevərəm, önümdə zəfərdir, arxamda vətən. Önümdə zəfərdir, arxamda vətən. Yana torpağım, mənim canımsa, Dəli Kürxan Araz, istiqanımsa. Onun dilçilik sahəsindəki tədqiqatları ciddi filoloji, elmi ədəbiyyatlar olaraq Azərbaycan dilçiliyini zinətləndirməkdədir. Edəbiyyatşünaslıqla bağlı aparılan çoxsahəli tədqiqatlardan üstün cəhəti ondadır ki, onların əksərində publisistika və pafos hakim olduğu halda Professor Mahirə Hüseynovanın əsərlərində ciddi elmi mühakimələri, nəzərə əsaslandırmaları, xüsusilə əvvəlki və sonraki hakimiyyətləri dövrünün ideoloji paralelləri, Heydər Əliyevin müstəqil dövlətçilik kursunun geniş mənzərəsini yarada bilməsi baxımından elmi, politoloji kreativləri ilə seçilməkdədir. 19-cu və 20-ci əsr aşıq və el şairlərinin əsərlərində Qərbi Azərbaycan mühitində
elmdə tədqiqat aparılmır. Mahirə xanım aparıb. Mahirə xanımın yaradıcılığında Qərbi Azərbaycan mövzusu ana mövzusu qırmızı xəttlə keçir. Bədii yaradıcılığında onun söz dünyasının bir kəhkəşanını görürük. Zəngin dilini görürük. Xalq dilinin şirinliyini görürük. Elmi yaradıcılığında müstəqil üslubunu görürük. Müstəqil tədqiqatçılığını görürük. Yeni məktəbin yaradıcısını görürük. 19-cu 20-ci əsrin deməli Azərbaycan el və aşıq şairlərinin əsərlərində Qərbi Azərbaycan. İkincisi, Qərbi Azərbaycanın etnotoponimlərinin etimoloji təhlili. Etimoloji təhlil vermək mənim zənnimcə hər dilçiyə xas olmayan bir xüsusiyyətdir. O, zəngin elmi dünya görüşünə malik olmalıdır, dili zəngin bilməlidir, intusiyası qüvvəli olmalıdır. Gül ruhsarına qarşı gözümdən qanlı axar su. Habibim fəsli güldür bu, axar sular bulanmaz mı? Axar sular bulanmaz mı? Bir maraqlı məsələlərdən də birində deyim, deməli, bizim şöbə Türk dilləri şöbəsidir. Biz istəyirik Türk dillerini müqayisə edirik. Türk dilləri, dialektlərini daha doğrusu müqayisə. Bu da çətin bir məsələdir. Gərək ki, Mahirə xanımın da bu səpkidə bir yaxşı da kitabı var ki, şöbənin əməkdaşlarına demişəm ki, o kitabı oxuyandan sonra və biz də ona istinad edərək həmin tədqiqatı aparmalıyıq. Mahirə xanımın şeirlərində də dil məsələləri qoyulub. Dilimiz varlığımızdır şeirində yazır ki, bu dünyanın yaşı qədər tarixim var. Orxonlardan üzü bəri yazım qalıb. Altaylardan Balkanlara izin qalıb. Uşsuz Qıpçaq çöllərindən havalandım, qədim Oğuz ellərindən havalandım. Yəni, mən bəzi misraları buradan götürmüşəm ki, burada fikir verirsiniz ki, bizim tariximiz öz əksini tapır. Türkün tarixi, Türkün qədimliyi və onu Mahirə xanım bədii şəkildə əks etdirə bilir. Sözlərinin hər kəlməsi qəlbimdə nalə çəkib kaman kimi sızladı. Sənə bənzərsən oxşar görəndə bu gözləri gizli-gizli ağladı. Uçaldı göylərə, kədərlə açıldı hər sabah. Allahım neydi günahım, dersinə mi çalım çarpaz dağladı. Harayı çəkdim. Bir söz var, dahi Üzeyir Hacıbəyov demiştir ki, bəşəriyyət tarixi elə bir insanlar yetişdirir ki, onlar insanlığa xeyir verirlər, bəşəriyyətə xeyir verirlər, dahilər, şəxsiyyətlər yetişdirirlər. Bəli, Üzeyir Hacıbəyovun sözlə desək, bugün elə bir dahi insan, şəxsiyyət, sənətkar Mahirə Nağdızıdır. Belə bir alim yetişdirib Azərbaycan xalqı, belə bir sadə qəlbli, şeirlərindən sadə melodiya axan, harmoniya axan, belə bir şairə yetişdirir. Mütəxəssislər deyir ki, sənətkar o vaxt sənətkar olur ki, onun şeirləri, onun musiqisi sadə dilə, xalqın dilinə yaxın olsun. Bəli, Mahirə xanımda bu var. O, ömür deyilən bumuşmu demə. Özümə gəlmədim duyan bir mağıl. Həyat da xəyaldır deyib söyləmə. Həyat bir nağıldır, ömür bir nağıl. Bugün Mahirə Nağı qızının ömür nağılında biz də iştirak edəcəyik. Bu nağılın şahzadəsi olan Mahirə xanımın həyatının zəhmət dolu, keşməkeşli və şərəfli yollarından izə çevrilmiş qəlb pıçıltılarını duyacaq, sətirlərindən boylanan qənaətlərini dinləyəcəyik.
çarmıqdan gəldim. Musa kimi haqdan gəldim. Sinəsi söz dolu mənəm. Haqdan gələnin başımız, gözümüz üstündə. Haqq sözünün isə qəlbimizdə yeri var, Mahirə xanım. Bu nağıl kimi bir gündə vətən sevdalı şairimizlə görüşə universitetimizin rəqs qrupu da gəlib. Mən bu insanı düz sənətə gələn vaxtdan tanıyıram. Bu gözəl ailəni. Mən fəxr eləyirəm ki, Azərbaycanımızın belə bu cürünə gözəl ailələri var, sizin ailəniz kimi. Allah sizin ananıza, Nazlı xanıma, o cənnət xanımıdır. Qəni-qəni rəhmət eləsin ki, o əziyyətlə 7 evlada, 8, 11 evlad böyüdü. 11 evlad. Görürsünüz bax, insanlar var ki, bir dənə insan, minlərlə insanı bədbəxt eləyir, zərər verir cəmiyyətə, insanlara. Amma bu 11 evladı mən hər birisini tanıyıram. Görün, hamısı ayrı-ayrılıqda insanlara, ölkəmizə, xalqımıza xeyir verən, cəmiyyətə xeyir verən insanlardır, hər birisi. Çünki, niyə? Çünki halal ailədir. Ana, biz də şəkil çəkdirdik. 50 qəpik lazımdır. Deyirəm axı, qara qızın dərdi varmış. Anam mənə sarı sarı, sap sarı deyərdi. Qırıldı sarıdan çıxdı. Görürsən ana, çəkdim, haray saldım əllərə. Döndüm xəzan olan qönçə güllərə. Nəğmə oldum, düşdüm dildən dillərə. Bu gözlərim gecə gündüz sənə görə ağladı. Böyle sizin kimi insanlar qoy çox yaşasın. Çünki siz bəhrələndirirsiniz. Sizdən insanlar öyrənirlər, qidalanırlar. Həm mənəvi, hər tərəfli, həm insanlıq öyrənirlər, sadəlik öyrənirlər. Bəli, həmişə böyük insanlar sadə olur, həmişə. Sadədən sadə, sizin sadəliyinizin qarşısında baş əyirəm. Bir balaca bacınız kimi. Qara gözlər süzülür, bəsdir ürək üzülür. Qara gözlər süzülür, bəsdir ürək üzülür. Yollara gül düzülür, sən gələndə Leyla. Yollara gül düzülür, gəlişinlə Leyla. Leylam, Leylam, gəlin Leylam. Leylam, Leylam, gəlin Leylam. Sənlə gözəl olur dünyam, gözəl olur sənlə dünyam. Mən həmişə Mahirə xanım, bunu da deyim sizə. Sizi görəndə mənim Cavir Novruz yadıma düşür. Bax, mən
Mən sizi ona bənzədirəm. O da sizin qardaşınız. Bax, o da belə bir xarakterdə idi. Belə sadə, təvəzzökar, sakit, öz dünyası var idi sizin kimi. Şairlər, şairələr belə olurlar. Hər günə şükr etdin sabah ertələr, yaddan çıxarmadın oruc namazı. Bir dəfə görmədi səni bir nəfər həyatdan gileyli, bəxtdən narazı. Sənə açılan gül sənin deyildi. Bizlə bölüşübsən, lap əvvəlindən. Necə saxlayırdın, möcüzə idi, yorğun gözlərində təbəssümü sən. Qızların incisisən, gözəllərin gözüsən. Qızların incisisən, gözəllərin gözüsən. Ay məni məndən alan, eşqin oduna salan. Ay məni məndən alan, eşqin oduna salan. Qara gözlü Leylam, şirin dilli Leylam. Qara gözlər süzülür, bəsdir ürək üzülür. Qara gözlər süzülür, bəsdir ürək üzülür. Yollara gül düzülür, sən gələndə Leylam. Yollara gül düzülür, gəlişinlə Leylam. Leylam, Leylam, gəlin Leylam. Leylam, Leylam, gəlin Leylam. Sənlə gözəl olur dünyam. Leylam, Leylam. Can, ay maşallah. Deyirəm Mahirə xanım, oğlanlar deyirlər ki, biz yaxşı qız tapa bilmirik. Valla gəlsinlər bura, görün burada zarafat eləmirəm. Gör nə yaxşı qızlar var burada. Allahım, Allahım, sən bu qızın dərddən qəmdən iraq elə ürəyini. Könül verib sevdiyini gözlərinə çıraq elə. Dar günləri keçən olsun, tükü tükdə seçən olsun. Əkdiyini biçən olsun, istəyini oraq elə. Dar günlər yaxın gəlməsin, ürəyi dərd qəm bilməsin. Axar suyu kəsilməsin, zəmzəmindən bulaq elə. Duman gətirmə dağına, bəhrə ver ömür bağına. Xeyir işlər yığnağına, Mahirəni qonaq elə. İndi nəvələri yığıb yanına, renkli qanat taxır quş xəyalına. Çevirir həyatın şirin nağıla, heyranam mən onda olan ağıla. Nağıllar sehirli, nağıllar yüyrək, dolanır dünyanı geri dönərək. Qayıdıb dövridir öz komamızda, keçmişdə olanlar düz yanımızda. Sən demə nağılın baş qəhrəmanı, başımda dayanan tüklərin sanı, elə o özüymüş, mən bilməmişəm. Anamsız bir can, mən gülməmişəm. İnan uymaz könlüm yadan, eşkin sanır bəni o da, gecə yatıb yuxumda da. İstəyirəm görəm səni, istəyirəm görəm səni, görəm səni. Yar istəyirəm görəm səni, istəyirəm görəm səni, görəm səni. Bizim burada nə qədər fəaliyyətimiz olsa da, bizim burada nə qədər canfəşanlıq göstərsək də, etiraf eləməliyik ki, bunların nüvəsində, mahiyyətində Mahirə xanımın yaradıcılığı dayanıb, onun fəaliyyəti dayanıb, onun cəmiyyətə, xalqa, millətə verdiyi fayda dayanıb. Sizin elmi yaradıcılığınızda 3 cəhət, 3 istiqamət özünü büruzə verir. Birincisi, Azərbaycan dilinin nəzəri məsələləridir, problemləridir. İkincisi, nitq inkişafı problemləridir, xüsusi problemdir və bu hamıya nəsib olan problem deyil, onun tədqiqi ilə məşğul olacaq adamların. Üçüncüsü də ədəbiyyatımızla, müasir ədəbiyyatımızla bağlı sizin göstərdiyiniz xidmətlərdir. Bu nə düzən zamanədən nə qayda? Ömür gəlir keçir hayda, harayda. Şair oldum, alim oldum, nə fayda? Verəmədim yenə sənə borcumu. Candır Qarabağ.
dəfə talidən giliylənmədi. Tapdı ocağında bizdə varlığı. Yoxluğa sınmadı, yoxa enmədi. Onu qorxutmadı daş ağırlığı. O daş əllərinin durub o başdan çöllərdə yavanlıq nə tapsa dərdi. Bəlkə əllərinin daş olmağından utandı. Özünə sığal vermədi. Çörək bişirərdi. Çörək bişirərdi, paltar yuyardı, corab toxuyardı o daş əlinlə. Elə bil nə yatar, nə uyuyardı, beləcə yol gəldi gəlinliyindən. Dərdini deyəndə qımqıması ilə gözündən bir dəfə yaş asılmadı. Daşıdı daşları ağırlığı ilə, amma ürəyindən daş asılmadı. Atamla yanaşı daş qaldırardı. Bilirdi o daşlar ocaq daşıdı. Bir dəfə yoruldum, bezdim demədi. Anam sinəsində ocaq daşıdı.